Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu videomuzda sizlərlə DİM 2025-ci il test toplusundan həzm sistemi maddələr mübadiləsinə aid olan həzm orqanları qidanın həzmi bölməsindən testlərin izahını verəcəyik. İzahlara keçməmişdən öncə qeyd etmək istəyirəm ki, aprel ayının birindən inşallah biz 3 qrupla demək, təkrar dərslərimizə başlayacağıq. Dərslərin hamısının video izahlarını göndərəcəyik və gözəl bir şəkildə YouTube üzərindən suallarını da eləyəcəyik, bolluca testlər də işləyəcəyik və imtahana tam hazır şəkildə bütün proqramı yekunlaşdıracağıq sürətli şəkildə. Dərslərimiz həftənin birinci, dördüncü günü 19:30-da, birinci, dördüncü gün 21:30-da və ikinci, beşinci gün demək 19:30-da olmaqla 3 qrup vasitəsilə aparılacaq. Əgər hansı qrupu istəsəz, o qrupa qoşula bilərsiniz. Qoşulmaq üçün 055 634 73 41 nömrəsi ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərsiniz. İndi isə başlayaq testlərimizin izahına. Birinci sualda bizə deyilir ki, yetkin insan kəlləsinin alt çənə sümüyündə normal halda neçə düş yuvası olur? Yetkin insan dediyinə görə burada biz 16 dənə diş yuvası götürmüş olacağıq ki, bunun 4 dənəsi kəsici, 2 dənəsi köpək, 4 dənəsi kiçik azı və 6 dənəsi böyük azı dişlərinə aid olan yuva olacaq. Cavabımız B bəndi olaraq götürdük. İkinci sual. Həzm sisteminin hansı şöbəsində orqanizmə daxil olmuş suyun əsas hissəsinin sorulması baş verir? Cavabımız suyun mineral duzların əsas sorulması gedir insanın yoğun bağırsağından. Həmçinin alkoqol da buradan sorulmuş olur bədənə. Üçüncü sual. Həzm sisteminin hansı strukturları qidanı yalnız fiziki dəyişikliyə uğradıb həzmi asanlaşdırır? Cavabımız dişlər olacaq ki, qidanı xırdalamaqla həzmin asanlaşdırılmasında rol oynayır. Dördüncü sualımızda deyir ki, yetkin insanın ağzında maksimum neçə böyük azı dişləri vardır? 12 dənə böyük azı dişi olur. Cavabımız C bəndi. Beşinci sualda yetkin insanın ağzında maksimum neçə kiçik azı dişləri vardır? Cavabımız burada olacaq 8 dənə. Y bəndi olaraq götürürük bir cavabımızı. Altıncı sualda yetkin insanın ağzında maksimum neçə kətçi diş vardır? 8 dənə də kətçi diş olur. 4 dənəsi üst çənələrdə, 4 dənəsi isə alt çənədə olacaq. Cavabımız D bəndi olaraq götürdük. 7-ci sualda həzm kanalının hansı hissəsi xlorid turşusunu əmələ gətirir? Mədənin örtük hüceyrələri tərəfindən xlorid turşusu ifraz olunur və burada turş mühit yaradır. Həmçində fermentləri, əsasən də pepsin fermentini aktivləşdirərək zülalların həzmini həyata keçirmiş olur. Cavabımız A bəndi şəklində olacaq. 8-ci sualda ağız suyu vəzlərinin fəaliyyətini tənzimləyən mərkəz baş beynin hansı şöbəsində yerləşir? Ağız suyu vəzlərinin fəaliyyətini tənzimləyən mərkəz uzunsov beyində yerləşir. Cavabımız B bəndi olaraq götürəcəyik. 9-cu sualda həzm kanalının hansı şöbəsində xovlar vardır? Xovlar sadəcə nazik bağırsağın divarlarında olur. Daxildən 1 kvadrat santimetrdə 2500 xov olur və ümumilikdə nazik bağırsağın səthinin sahəsini 500 kvadrat metrə qədər artırmış olur. 10-cu sualda öd hansı orqanda sintez olunur? Öd sintez olunur qaraciyərdə. Cavabımız B bəndi olaraq qeyd eləmiş oluruq. Əlavə olaraq qeyd edim ki, öd həzm fermenti deyil. Bunu yaddan çıxarmayın. 11-ci sualda karbohidratların parçalanması insanın həzm sisteminin hansı şöbəsində başlayır? Karbohidratlardan nişastanın parçalanması ağızda başlayır. Ağız boşluğunda. Mədədə karbohidratı parçalanan ferment olmur. Nazik bağırsaqda isə yenidən davam edir karbohidratların həzmi. Cavabımız C bəndi olaraq götürülməlidir. 12-ci suala gəldik. Burada deyir ki, insanın həzm prosesi və maddələr mübadiləsi nə cür tənzim olunur? Təbii ki, bu proses sinir yolla tənzim oluna bilər. Humoral yolla da
tənzim oluna bilər. Yəni həm hormonlar vasitəsilə, həm də sinirlər vasitəsilə tənzimlənə bilər. Cavabımız A bəndi olaraq götürüləcək. 13-cü sualda yetkin insanın normal halda üst çənəsinin sağ yarısında. Zaten üst çənə 2 dənədir də. Burada sağ yarısı yazmağa ehtiyac yoxdur. Elə üst çənə sözünü yazında bilirsən ki, yuxarı hissənin biri götürülür. Üst çənənin sağ yarısında neçə azı dişi vardır? E, deməli 2 dənə kiçik yazı olur, 3 dənə də böyük yazı olur. Cəmi 5 dənə C bəndi olaraq götürüləcək bizim cavabımız. 14-cü sualda insanda öd hansı orqanda sintez olunur? Öd e, deməli qaraciyərdədir. Yəni sirroz xəstəliyi əmələ gələn orqanda. Y bəndi qeyd eləmiş olduq bunu. 15-ci sualda insanda 12 barmaq bağırsaqda ödün təsiri ilə fəallaşan fermentlər harada sintez olunur? Ödün təsirindən fəallaşan fermentlər demək mədə-altı vəzidə sintez edilmiş olacaq və nazik bağırsağa açılacaq. Cavabımız Y bəndi olaraq götürüləcək. 16-cı sualda insanda bağırsaq xovlarının divarının səthini hansı toxuma təşkil edir? Bağırsaq xovlarının divarlarında olur tək qatlı epiteli, yəni A bəndi və bu endodermadan əmələ gəlmişdir. Yetkin insanda normada hansı dişlər bərabər sayda olacaq? Yetkin insanda 8 dənə kətçi diş olur, 8 dənə kiçik yazı dişi olur ki, bunların sayı bir-birinə bərabərdir. Köpək dişi 4 dənədir, böyük azı dişi 12 dənədir. Ona görə bizim cavabımız burada ağıl dişlərini də ayırıblar. Böyük yazı dişlərindən 4 dənəsi ağıl dişidir ki, bu da köpək dişlərinin sayına bərabərdir. Yəni cavabımız B bəndi olacaq. 18-ci sualda yaşlı insanda normada sayı ən az olan dişlərin miqdarı hansından 3 dəfə azdır? Yəni bu köpək dişləridir, 4 ədəd olur. Miqdarı böyük azı dişlərinin sayından 3 dəfə az olur, çünki bunların sayı 12 ədəddir. 19-cu sualda hansılar həzm vəzlərinə aiddir? Demək, burada tüpürcək vəziləri, mədə, mədə-altı vəzi və bağırsaq vəziləri həzm vəzilərinə aid edilmiş olur. D bəndi şəklində götürük cavabımızı. 20-ci sualda insanın həzm sistemi orqanının xəstəliyidir. Həzm sisteminə aid olan orqanlardan biri qaraciyərdir ki, bu da sirroz da qaraciyərin xəstəliyi hesab edilmiş olur. 21-ci sual. Sirroz hansı orqanlar sisteminin xəstəliyi ola bilər? Həzm sisteminə aid olan qaraciyərin xəstəliyidir. Cavabımız A bəndi. Gəldik 22-ci sualda. Yetkin sağlam insanın alt çənəsində bilavasitə bir dişlə qonşu olan dişlərin sayı. Bir dişlə qonşu olan dişlərin sayı sonda yerləşən böyük azı dişlərdir ki, bunların sayı 2 ədəddir. Öz diş qrupu ilə qonşu olmayan dişlərin sayı isə yenə 2 ədəddir, köpək dişləri. A ilə B-nin cəmini istədiyi zaman cavabımız D bəndi 4 olaraq götürüləcək. Aşağıda göstərilən maddələrdən hansıları həzm olunmadan mənimsənilir? Nuklein turşuları parçalanmaya məruz qalar, zülallar, mürəkkəb karbohidratlar, yağlar parçalanmaya məruz qalır. Amma sudur, mineral duzdur, vitamindir. Bunlar parçalanmadan bədənə sorulmuş olur, qəbul olunduğu kimi. Ona görə cavabımız A bəndi olaraq götürülür. 24-cü sualda həzm kanalından kənarda yerləşən, lakin axarları həzm kanalına açılan qarışıq sekresiya vəzisini göstərin. Demək bu mədə-altı vəzidir də, yəni həzm kanalından kənarda yerləşir, axarları da nazik bağırsağın 12 barmaq bağırsaq hissəsinə açılır. Yəni cavabımız C bəndi olmuş olacaq. 25-ci sualda deyir, şəkildə mədə hansı rəqəmlə göstərilmişdir? 3 rəqəmi ilə mədə göstərilmişdir. D bəndi olaraq götürmüş oluruq biz cavabımızı. 26-cı sualda şəkildə 12 barmaq bağırsaq hansı rəqəmlə göstərilmişdir? Mədədən sonra 4 rəqəmi ilə göstərilən 12 barmaq bağırsaqdır. Yenə cavabımız D bəndi olaraq götürüləcək. 27-ci sualda
Bizə deyir ki, həzm sisteminə aid verilmiş şəklə əsasən doğru ifadəni müəyyən edin. Baxırıq ki, A bəndə yazır ki, 3 insulin və glikogen hormonları sintez edir. Üçü burada yaxşı görsəmdir, üçü nə göstəriblər? 3 səhv eləmirəmsə, nazik bağırsaqdır. 3 səhv etmirəmsə, nazik bağırsaqdır. Burada şəkildə yaxşı düşünməyib. Bir dəqiqə testin öz üzərində baxın. Aha. Elə 3 mədə 6 vəziri burada göstərilib. Mədə 6 vəzdi, 3, insulin və glikogen. Glikogen deyilən bir hormon yoxdur, axı glikagondur. Yəni, bu səhv fikirdir. Görürsünüz, söz oyunu oynayıblar. Bir, ən iri daxili sekresiya vəzisidir. Bir, qaraciyərdir, ən iri xarici sekresiya vəzisidir. C bəndi də deyir ki, ikinci polisaxaridləri parçalaya bilmir. Mədə karbohidratları parçalaya bilmir. Bu doğru bir fikirdir. Yəni 27-ci sualın cavabı C-dir. Çünki karbohidratları parçalayan ferment yoxdur. D-də deyir ki, dördüncü soxulcan əməzlər çıxıntıya malik olan şöbəsi var. Nazik bağırsağın soxulcan əməzlər çıxıntısı olmaz. Bu səhv fikirdir. Y-dədir ki, 5-ci yağların kimyəvi həzmini həyata keçirir. Kimyəvi həzm yox da mexaniki həzmini həyata keçirir. İri yağ damlalarını kiçik yağ damlalarına parçalayır. 28-ci sualda həzm kanalının hansı şöbəsinin divarı üzüm maddələrinin parçalanma məhsullarının sorulması prosesi üçün daha da uyğunlaşmışdır? Təbii ki, cavabımız nazik bağırsaq olacaq. B bəndi. 29-cu sual. İri həzm vəzləri həzm kanalı ilə necə birləşiblər? Təbii ki, bunların xüsusi axarları var idi və bu axarlar vasitəsilə həzm kanalına birləşib oraya açılırlar. Cavabımız Y bəndi. 30-cu sualda həzm sisteminin hansı şöbəsinin səthinin sahəsi daha böyükdür? Nazik bağırsaqda səthin sahəsi 500 kvadrat metrdir və daha böyük olmuş olur. Cavabımız C bəndə olacaq. 31-ci sualda yetkin insanın normal halda üst çənəsinin sağ yarısında neçə diş vardır? Düşünsək ki, 32 dişin 16 dənəsi alt çənədə, 16 dənəsi cəmi üst çənələrdədir. Bu üst çənənin birində yarım hissəsində də, yəni bir dənə üst çənə sümüyündə yetkin halda insanda 8 dənə diş olmuş olacaq. Cavabımız Y bəndi. 32-ci sual. Mədə-altı vəzinin hazırladığı həzm fermentləri verilən qida maddələrinin hansılarına təsir edər? Təbii ki, saxarozaya, disaxariddə təsir edib glikozaya parçalayacaq. Zülalları amin turşularına parçalayacaq. Yağları yağ turşuları qliserinə parçalayacaq. Amma vitamin və glikozaya təsir etməyəcək. Cavabımız 1, 2, 5 şəklində götürüləcək. Vitamin zaten olduğu kimi sorulur bədənə. Glikoz da monomerdir, yəni o da normal şəkildə sorulmalıdır. Yəni da nə hara parçalanacaq ki o? 33-cü sualda mədə-altı vəzin qaraciyər və qaraciyər axarları həzm kanalının hansı şöbəsinə açılır? Nazik bağırsağa D bəndi olaraq götürürük cavabımızı. Appendix həzm kanalının hansı hissəsinin çıxıntısıdır? Yoğun bağırsağın ilk hissəsi olan kör bağırsağın soxulcağı bənzər çıxıntısıdır. Cavabımız C bəndi olaraq götürülür. 35-ci sualda deyir ki, insanın həzm kanalının hansı şöbəsində zülalların parçalanması başlayır? Zülalların parçalanması başlayır tuş mühitdə mədədə, yəni A bəndi olacaq bizim cavabımız. 36-cı sualda insanın həzm sisteminin hansı şöbəsində süd yağlarının həzmi başlayır? Süd yağlarının həzmi mədədə gedir. Cavabımız D bəndi olaraq götürəcəyik. 37-ci sualda həzm kanalının hansı şöbəsində olan bakteriyalar bəzi vitaminləri sintezində iştirak edir. Yoğun bağırsaqda olan bakteriyalardır ki, bunlar B qrupu vitaminlərini və K vitaminini sintez etmiş olur. Cavabımız A bəndi.
38-ci sualda həzm prosesi zamanı əmələ gələn zəhərli maddələrin əsas hissəsi hansı orqandan keçərək zərərsizləşdirilir? 95%-ə qədəri zərərsizləşdirilir qaraciyərdə. Cavabımız Y bəndi olaraq götürmüş oluruq. 39-cu sualda həzm kanalının hansı şöbəsində zülallar, yağlar və karbohidratlar fermentlərin təsiri ilə parçalanır. Bu, hər üçü birlikdə parçalana bilir nazik bağırsaqda. Yəni cavabımız Y bəndi olaraq götürəcəyik. 40-cı sual. Bağırsaq xovlarından hansı damarlar çıxır? Təbii ki, burada e, limfa kapilyarları və e, normal vena damarlarının kapilyarları çıxmış olur. Vena kapilyarı demək də yəni biraz da doğru deyil də, yəni bu kapilyarlar oradan çıxıb vena damarına keçdiyinə görə vena kapilyarı deyirlər buna. Cavabımız A bəndi olaraq götürürük 40-cı sualda. 41-ci sualda insanın mədə şirəsi haqqında düzgün olmayanı göstərin. Tərkibində selik, klorid turşusu fermentlər daxildir, düzdür. Yalnız turş mühitdə təsir göstərir, bəli. Karbohidratları parçalamır, doğrudur. Yalnız zülalları parçalayır, xeyr. Süd yağlarını belə parçalaya bilir. Burada səhv bir fikir qeyd olunub. Zülalları və yağları parçalayır, bu doğrudur. Cavabımız yəni oldu D bəndi. 42-ci sualda insan orqanizmində üzümü maddələrin həzm olunması əsasən hansı orqanda başa çatır? Üzüm maddələrinin həzm olunması nazik bağırsaqda başa çatacaq. Cavabımız A bəndi. Yoğun bağırsaqda üzüm maddələri insan orqanizmi tərəfindən parçalanmaz. Orada bircə dənə sellulozanın parçalanması gedir. O da insan orqanizmi onu parçalamır. Ümumiyyətlə, selluloza insan orqanizmində parçalanmaz. Ona görə, parçalanmadığına görə elə zaten bağırsaq onu sürətli şəkildə bağırsağın peristaltikasını, yəni yığılıb boşalmasını sürətləndirir ki, bağırsaq onu xaricə atsın özündən. Parçalaya bilmirsə, xaricə atmağa çalışır yəni. Ona görə bağırsağın bu nədir, peristaltikasını sürətləndirmiş olur. Mədə bağırsağın işinə xeyirlidir ona görə də. Sadəcə o sellulozanı bakteriyalar parçalayır. İnsan orqanizmi parçalamır. Ona görə insan orqanizmində üzüm maddələrinin həzm olunması elə nazik bağırsaqda nə olacaq? Başa çatmış olacaq. 43-cü sualda nazik bağırsaq xovlarının fəaliyyətinin azalması nəticəsində aşağıdakılardan hansı baş verə bilər? Həzm olunmuş qida qana kifayət qədər sorulmaz. Doğrudur da bu. Belə cavabımız A bəndidir burada. Nazik bağırsaqda qida parçalanmaz. Yəni parçalanır. Niyə parçalanmır ki? Xovların fəaliyyəti azalır da, xovlardan sorulma gedir. Nazik bağırsaqda həzm şirəsinin miqdarı artar. Xeyr, heç bir əlaqəsi yoxdur. Orqanizmdə yağ ehtiyatı artar. Gərək bu bədənə sorulur ki, ehtiyatı artada. Nazik bağırsaqda qida kütləsinin hərəkəti dayanar. Hərəkəti dayanmaz. Əksinə, o bədənə sorula bilmədiyinə görə, yəni zəif sorulduğuna görə onun sürəti artar ki, bədəndən xaricə atılmış olsun. Yəni cavabımız A bəndidir. 44-cü sualda deyir, 16 yaşlı yeniyetmənin ağzında normadan maksimum neçə diş olur? Cavabımız 28 dişdir. 16 yaşdan sonra, kitabdakı cümlə belədir. 16 yaşdan sonra yeniyetmənin ağzına ağıl dişi çıxmağa başlayır. Yəni 17 yaşda ağıl dişi götürülür. 16 yaşda götürülmür. Ona görə cavabımız 28 C bəndi götürüləcək. 45-ci sualda aşağıdakı cərgələrdən hansında insandakı həzm kanalı şöbələrinin yerləşmə ardıcıllığı düzgün göstərilmişdir? Ağız boşluğu, udulaq, qida borusu, mədə, nazik bağırsaq, yoğun bağırsaq və anus dəliyi ilə bitirdi. Cavabımız C bəndi olaraq götürüləcək. 46-cı sualda turş mühitdə hansı yağ həzm olunur? Sadəcə süd yağı. Bitki yağları ilə piy parçalanır yoğun bağırsaqda. Ona görə cavabımız B bəndi olaraq götürəcəyik. 47-ci sualda söylənlərdən hansı mədalatı vəzi haqqında yanlışdır? Karbohidrat mübadiləsinin tənzimlənməsində iştirak edir. Doğru bir fikirdir. İfraz etdiyi fermentlər yağları, zülalları, karbohidratları parçalayır. Bu da doğrudur.
Ağacaqlara 12 barmaq bağırsaq açılır, bu da doğrudur. Qarışıq vəzidir, bu da doğrudur. Karbohidrat mübadiləsində yalnız xarici sekretor vəzi kimi iştirak edir. Xeyr. Axı insulin və glikagon hormonları da burada iştirak etmiş olacaq. Daxili sekretor hissəsi də rol oynamış olacaq. Karbohidratların aralıq maddələr mübadiləsinin gedişini təmin edəcək. Daxili sekresiya hissəsi. Yəni cavabımız Y bəndi olaraq götürülməlidir. 48-ci sualda insanın diş aparatında neçə süd dişi var? 20 dənə. 8 keçi, 4 dənə köpək, 8 dənə də kiçik azı. Cavabımız B bəndi olacaq. 49-cu sualda mədə-altı vəzin fermentləri həzm kanalının hansı şöbəsində hansı maddənin təsirindən sonra fəallaşır? Nazik bağırsaqda ödün təsirindən fəallaşmış olacaq. Yəni nazik bağırsağın bir hissəsi 12 barmaq bağırsaq olduğuna görə cavabımızı D bəndi şəklində götürmüş olacağıq. 50-ci sualda yaşlı insanın daimi dişlərinin sayının 32 dənə, ağıl dişləri çıxmamış yeniyetmənin daimi dişlərinin sayına olan nisbəti. Yəni 32-nin 28-ə olan nisbəti istəyir bizdən. Bu da 8-in 7-yə nisbətinə bərabər olacaq. Yəni cavabımız A bəndi. 51-ci sualda insanın mədə-altı vəzisi haqqında deyilənlərdən hansı yanlışdır? Mədə-altı vəzisi həzm prosesində plastik mübadiləni həyata keçirir. Plastik mübadilə assimilyasiyadır. Yəni üzüm maddələri sintezidir. Üzüm maddələri sintezini bu həyata keçirməz. Parçalanmaq üçün ferment hazırlayar bu. Yəni doğru deyil həzm prosesində. Plastik mübadiləni həyata keçirmir. Energetik mübadilənin hazırlıq mərhələsində. Yəni polimerlərin monomerlərə parçalanmasını təmin edir. Cavabımız A bəndi. Qalanlar da zaten doğru bir fikir olarak götürülür. 52-ci sualda yetkin insanda normada alt çənədəki köpək dişlərinin sayı 2 dənədir. Bu çənədəki böyük azı dişlərinin sayına olan nisbəti 6 dənə də böyük azı dişidir. 2-nin 6-ya nisbəti 1-in 3-ə nisbətinə bərabərdir. Cavabımız D bəndi şəklində götürəcəyik. 53-cü sualda yetkin insanda normada alt çənədəki böyük azı dişlərinin sayı 6 dənədir. Bu çənədəki kəskin dişlərin sayına 4 dənə də budur. 6-nın 4-ə nisbəti 3-ün 2-yə nisbətinə bərabərdir. Cavabımız D bəndi olaraq götürüləcək. 54-cü sualda həzm kanalının hansı hissəsinə kanaldan kənarda yerləşən daha çox iri vəzi axacağı açılır? Cavabımız ağız boşluğudur ki, bura 6 dənə ağız suyu vəzisi açılmış olur. Cavabımız C bəndi olacaq. Nazik bağırsaq 2 dənə açılır. Qaraciyər və mədə-altı vəzi. 55-ci sual. Həzm kanaldan kənarda yerləşən cəmi neçə iri vəzinin axacağı açılır? 8 dənə, 6 dənə ağız suyu, qaraciyər və mədə-altı vəzi. 56-cı sualda insanda həzm kanalından kənarda yerləşən necə vəzinin axacağı 12 barmaq bağırsağı açılır? 2 dənə, qaraciyər və mədə-altı vəzi. D bəndi. 57-ci sualda insanın həzm kanalında zülalların həzmə uğradığı ardıcıl mühitlər deməli, mədədədir ki, turş mühitdədir. Nazik bağırsaqda da qələvi mühitdədir. Cavabımız C bəndi olaraq götürülür. 58-ci sualda normal ontogenez zamanı 13 yaşlı uşaqda, yəni ağzında 28 dənə diş var. Alt çənədə bütün kəskin dişlər çıxarılarsa, 4 dənə alt çənədə kəskin diş çıxarıldı. Qaldı 24 dənə diş. Qalan dişlərin sayının yetkin insanda olan dişlərin sayına. Qalan dişlər 24 dənədir. Yetkin insanda dişlər 32 dənədir. Nisbəti nəyə bərabərdir? 24-ün 32-yə nisbəti 8-ə ixtisar edəndə 3-ün 4-ə nisbətinə bərabər olacaq. Cavabımız Y bəndi olaraq götürüləcək. 59-cu sualda normal ontogenez zamanı 13 yaşlı uşaqda bütün köpək dişləri çıxarılarsa, yenə 28 dənə diş olur. 13 yaşlı uşağın ağzında ağıl dişləri çıxmayıbdır.
Bundan 4 dənə köpək dişini çıxardıblar. 24 dənə diş qalıbdı. Yetkin insandakı dişlərin sayı da 32-dir. 24-ün 32-yə nisbəti yenə 3-ün 4-ə nisbətinə bərabərdir. D bəndi. 60-cı sualda hansı qrafik qidadakı zülalların insanın həzm kanalından keçməsi zamanı həzm şirələrinin təsirindən əmələ gələn amin turşuların miqdarının dəyişməsini göstərir? Ağızda zülallar parçalanmır. Ona görə amin turşular sıfırdır. Mədədə zülallar parçalanmağa başlayır. Ona görə amin turşuların sayı artmağa başlayacaq. 12 barmaq bağırsaqda isə daha çox zülal parçalanır və amin turşuların sayı arta-arta gedir. Yəni bu da bizdə cavabın A bəndi olduğunu göstərir. Gəldik 61-ci sualda. İnsanda həzm kanalının hansı şöbəsi əsasən döş boşluğunda yerləşir? Qida borusu döş boşluğunda yerləşəcək. Bir hissəsi, az bir hissəsi də qarın boşluğunda olacaq. Cavabımız A bəndi şəklində götürəcəyik. 62-ci sualda. Şəklə əsasən hansı ifadə doğru deyil? Bir qida borusudur, 2 mədədir, 3 12 barmaq bağırsaqdır. Deyir ki, 3-də süd yağlarını parçalayan fermentlər var. 3-də süd yağlarını parçalayan fermentlər var. Ee, Belə baxanda, yəni süd yağları mədədə lipazanın təsirindən parçalayır. Lipaza 12 barmaq bağırsaqda da olur. Bu ferment var, demir parçalayır. Bu ferment var. Doğrudur. B-də deyir ki, birdə yağlar, karbohidratlar və zülallar daxil olur. Birə. Yağ, karbohidrat, zülal daxil olur. Bəli, qida borusuna daxil olur. C deyir ki, üçün şirəsinin fermentləri karbohidratları həzm etmir. Mədənin fermentləri karbohidratları həzm etmir. Doğrudur. D deyir ki, 3-də gliserin və yağ turşuları yoxdur. Niyə yoxdur ki? Süd yağları mədədə lipazanın təsirindən parçalanır axı. Gliserin yağ turşuları burada var. Bu səhv fikirdir. Cavabımız D bəndi. Y-də deyir ki, 2-yə karbohidratlar daxil olur. Bəli, daxil ola bilir. 12 barmaq bağırsağa. Bu da nədir? Doğru bir fikirdir. Cavabımız D bəndə oldu. 63-cü sualda şəklə əsasən hansı ifadə doğrudur? A-da deyir ki, üçün şirəsinin, yəni mədənin şirəsinin fermentləri karbohidratları həzm edir. Bu fikir səhvdir. B-də deyir ki, birə, yəni qida borusuna karbohidrat, yağ, zülal daxil olmur. Daxil olur. Ağızdan çeynənib daxil olur. Yəni bu da səhvdir. C-də deyir ki, 2-də heyvan mənşəli yağların parçalanması baş verir. Heyvan mənşəli yağlar kimi düşündüyümüz zaman burada biz pi də düşünə bilərik ki, pi də heyvan mənşəli yağdır və piyin parçalanması 12 barmaq bağırsaqda gedə bilir. Ona görə 63-cü sualda C bəndini doğru götürəcəyik. D-də deyir ki, 3-də süd yağlarını parçalayan ferment yoxdur. Mədədə lipaza var. Süd yağlarını parçalayır. Səhvdir. Y-də deyir ki, 2-də amin turşuları yoxdur. 12 barmaq bağırsaqda zülallar parçalanıb amin turşuları əmələ gətirir. Var yəni. Bu da səhv bir fikirdir. 64-cü sualda insanın yoğun bağırsağında yaşayan faydalı bakteriyaların sayı bir qədər artarsa, orada nə baş verər? Zülalların həzm olunmamış məhsullarının parçalanması zəifləyər. Yəni, bu bakteriyalar bizdə əslində sellulozanı parçalayacaq və vitamin sintez edəcək. B qrupu K vitaminləri. Ona görə sellulozanın miqdarı azalar, amma vitaminlərin sintezi artar. Cavabımız ona görə elə D bəndi götürəcəyik. Biz burada. Gəldik 65-ci sualda. İnsanın yoğun bağırsağında yaşayan faydalı bağırsaq çöplərinin sayı azalarsa, orada nə baş verər? Sellulozanın parçalanması zəifləyər və bəzi vitaminlərin sintezi zəifləmiş olar. Yəni, bəzi vitaminlər deyil, B qrupu K vitaminlərdir. Yəni, cavabımız B bəndi olaraq götürüləcək. 66-cı sualda. İnsanın həzm kanalının hansı şöbəsində sərbəst amin turşularının miqdarı daha çoxdur? Həzm kanalının ən uzun şöbəsi olan nazik bağırsaqda. Cavabımız C bəndi.
İnsanın həzm kanalının hansı şöbəsində sərbəst yağ turşularının miqdarı daha çoxdur? Yenə nazik bağırsaq olacaq. Cavabımız həzm kanalının ən uzun şöbəsidir. B bəndi şəklində götürdük. 68-ci sualda həzm kanalından kənarda yerləşən vəzilər qaraciyərdir, mədə-altı vəzidir, ağız suyu vəziləridir. Bunları deyə bilərik. A bəndində elə ikisi verilib, onu da götürdük. 69-cu sualda həzm kanalının daxili divarlarında yerləşən vəzilər, mədə vəziləri, bağırsaq vəziləri. Cavabımız C bəndi olaraq götürüləcək. 72-ci sualda 4 yaşlı uşağın ağzında normalda neçə azı dişi olur? 8 dənə kiçik azı dişi olur. B bəndi. 14 yaşlı yeniyetmələr normada cəmi neçə böyük az dişi olur? O da 8 dənə də ağıl dişi çıxmır. 4 dənə ağıl dişi çıxmır, ona görə 8 dənə böyük az dişi olur. 72-ci sualda həkim dişlərini müayinə etdirən şəxsə sayı alt çənədəki kəsli dişlərin sayına bərabər olan alt çənədə 4 dənə kəsli diş var. Bunların sayına bərabər olan dişlər də köpək dişlərdir. Deyir, bu köpək dişlərinin müalicəyə ehtiyacı olduğunu söyləyir. Bu şəxsin neçə dişi müalicə olunmalıdır? 4 dənə köpək dişi. Cavabımız C bəndi olaraq götürülür. Gəldik ki, 73-cü sualda hormon ifraz edən həzm vəzi şəkildə hansı rəqəmlə işarə olunub? 2 ilə mədə-altı vəzi göstərilibdir ki, hormon ifraz edir. Cavabımız Y bəndi. Düzdür, burada qaraciyərdə hormon ifraz eləmiş olur. Əslində nazik bağırsağın özündə də hormon ifrazı gedir. Mədənin özündə də hormon ifrazı gedir. Amma bu bizim dərsliyimizdə yoxdur. Dərsliyimizdə əsası sadəcə mədə-altı vəzi, buradakı şəkillərdə göstərilən orqanlardan mədə-altı vəzi hormon ifraz edir. Qaraciyərin özü az miqdarda eritropoetin hormonu ifraz edir. Nazik bağırsaq xemostokinin hormonu ifraz edir. Əlavə material kimi desək, mədə vəziləri qastilin hormonu ifraz edir. Amma bu dərsliklərimizdə yoxdur da, yəni. Ona görə bu götürülmür. 74-cü sualda həzm kanalında fermentlərin təsirindən karbohidratlar ardıcıl olaraq hansı mühitlərdə parçalanır? Karbohidratlar ağızda, zəif qələm mühitdə və nazik bağırsaqda qələm mühitdə parçalanır. Cavabımız C bəndi olaraq götürüləcək. 75-ci sualda aşağıda ox qoyulan orqan haqqında deyilən fikirlərdən hansı düzdür? Bu orqan mədə-altı vəzidir. Çanaq boşluğunda yerləşir ifadəsi səhvdir. Yalnız xarici sekresiya vəsidir, səhvdir. Axacaqları kör bağırsağa açılır, səhvdir. 12 barmaq bağırsağa açılır. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb ola bilər. Bu doğru bir fikirdir. Deməli, irtihabi xəstəlikdir. Pankreatit funksiyasının pozulması enterokolit xəstəliyinə səbəb olur. Enterokolit nazik bağırsağın irtihabi xəstəliyidir. Bu da səhvdir. Cavabımız D bəndi olaraq götürəcəyik. 76-cı sualda Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Mədə-altı vəzi qaraciyər. Xarici sekresiya vəsidir qaraciyər. Həzm kanalından kənarda yerləşir hər ikisi. Qarışıq sekresiya vəsidir mədə-altı vəzi. Təkdir hər ikisi. Axacağın 12 barmaq bağırsağı açılır hər ikisinin. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb olur. Mədə-altı vəzi funksiyasının pozulması sirroz xəstəliyinə səbəb olur. Qaraciyər qarın boşluğunda yerləşir hər ikisi. Demək, X-a 3, 6, Y-ə 2, 4, 5, 8, Z-ə 1, 7. Yəni, cavabımız elə A bəndi olaraq götürüləcək. Gəldik 77-ci sualda. Demək, ödə aid xüsusiyyətlərdən hansı düzgündür? Suyun, mineral maddələrin, vitaminlərin sorulmasını təmin edir. Bu doğru bir fikir deyil, ödə aid deyil. Yağda həll olan vitaminlərin sorulmasını təmin edir. Bir də yağların həzmini asanlaşdırar. Yəni, qeyd eləsək, sellulozanın bakteriya parçalanmasını təmin etməz, qida qalıqlarını anusa doğru istiqamətləndirməz, zülalları aminturşulara parçalamaz, amma yağların həzmini asanlaşdırır. Cavabımız deməlidir. 78-ci sualda insanın həzm kanalında zülalların iki fərqli mühitdə parçalandığını söyləmək olarmı? Bəli.
olar. Mədədə turş mühitdə, nazik bağırsaqda qələm mühitdə. Cavabımız C bəndi olaraq götürüləcək. 79-cu sualda. Nə üçün qusan uşağı bir yanı üstə uzadırlar, boğulmasın? Çünki o qusuntu hissəsi, kütləsi nəfəs borusuna düşə bilər və onun boğulmasına səbəb ola bilər. Ona görə də onu bir yanı üstə çevirmək lazımdır. Cavabımız Y bəndi olaraq götürürük. 80-ci sualda insanın həzm prosesinə aid deyil, insanın qidanın kimyəvi dəyişikliyi aiddir. Fermentlər iştirak edirdi, su həzm prosesində iştirak edirdi, qida xırdalanırdı, mexaniki dəyişikliyə uğrayıb qarışdırılırdı falan. Amma istiliyin udulması bu prosesə aid deyil. Cavabımız B bəndi. 81-ci sualda X və Y-i müəyyən edin. Nazik bağırsağın 5 millimetr kvadrat sahəsində xof sayın X veribdir. Yadınızda qalsın. 1 santimetr kvadratda 2500 xov var. 1 santimetr kvadrat bərabərdir 100 millimetr kvadrata. 100 millimetr kvadrata. Yəni 100 millimetr kvadratda 2500 dənə xov varsa, bəs 5 millimetr kvadratda nə qədərdir? X bərabərdir 125 dənə xov olacaq. X'in qiymətini tapdıq 125. 4x'i daha 4'ü 125'e vuranda eləyir 600. Yox, üzr istəyirəm, 500. 500 eləyir. Düzdür? 1 santimetr kvadratda da 2500 dənə xov varsa, 500 dənə xov neçə santimetr kvadratdadır? O da x bərabərdir 0,2 santimetr kvadrat. Yəni cavabımız Y bəndi olacaq. 82-ci sualda deyir, 3 şəxsə aid olan azı dişlərinin sayı aşağıdakı qrafikdə əks olunmuşdur. Aha, baxıram ki, X-da ancaq 8 dənə azı dişi varsa, bu nədir? Süd dişi olandır. Yəni, uşaq yaşdadır bu. Düzdür? Y-də 20 dənədirsə, bu ucu 16 yaşdan yuxarıdır ki, 8 dənə kiçik yazı var, 12 dənə böyük yazı. Ağıl dişi də çıxıb. Z-də isə 13-16 yaş arasındadır ki, ağıl dişi çıxmayıbdır. İndi görək nə deyir bizə? Deyir ki, doğru olmayan bəndi göstərin. Ağızdan da diş çıxarılmayıb. A-da deyir ki, Y ümumi dişlərin sayı köpək dişlərinin sayından 8 dəfə çoxdur. Y-də, yəni ümumi dişlərin sayı köpək dişlərinin sayından 8 dəfə çoxdur. Y-də ağızda 20 dənə azı dişi var idi. Bu, yəni 16 yaşdan böyük olan insandır. Ağızda 32 diş var. 32 dişdən 8, köpək dişlərinin sayı da 4'dür də. 32-ni 4'ə böləndə 8 dəfə çox eləyir. Bu fikir doğru bir fikirdir. Amma bizdən doğru olmayanı istəyir. Z, B-də göstərir. Z ağıl dişləri yenicə çıxmışdır. Z-də ağıl dişləri çıxsa, ağızda 20 dənə olar da böyük yaz dişinin sayı. Z-də ağıl dişləri çıxmayıb. Yəni bu fikir səhv fikirdir. Z-də ağıl dişi çıxmayıbdır. Elə B bəndi burada 82-ci sualda bizdə səhv olan variantdır. Z-də deyib ki, ağızda 16 dənə azı dişi var. İndi 8 dənə kiçik yazı, 8 dənə böyük yazı. C-də deyib ki, bütün kiçik azı dişləri çıxıb X üçün. Bəli, bu doğrudur. D-də deyib ki, X kəskin dişlərin sayı azı dişlərin sayına bərabərdir. Bəli, uşaqdır da. Yəni 8 dənə kiçik yazı var, 8 dənə də kəskin diş var. Y-də deyib ki, Y yaşdır, Z-dən böyükdür. Bu da doğru bir fikirdir. Z 13-16 yaş arasıydı, amma Y 16 yaşdan böyük idi. Gəldik 83-cü sualda. Bizə nə deyibdir burada? X, Y, Z göstərilibdir. Üzvü birləşmələr. Deyib ki, baxın, ağızda demək, X-a həm mədə vəzləri təsir edir, həm mədə altı vəzləri təsir edir.
Y-ə həm ağızda parçalanması baş verir, həm də mədə-altı vəzinin təsirindən parçalanma baş verir. Y karbohidrat oldu. Z-də yalnız mədə-altı vəzinin fermenti təsiri isə Z olur bitki yağı. Nazik bağırsaqda parçalanır. X da zülaldır onda. X zülal, Y karbohidrat, Z də bitki yağı. Yəni cavabımız B bəndi olaraq götürüləcək. 84-cü sualda həmin şeydir, baxaq. İnsanın həzm vəziləridir. Deyib ancaq karbohidratı parçalayır X. Ancaq karbohidratı parçalayırsa X ağız suyu vəziləridir. A bəndi getdi, C bəndi getdi, D bəndi getdi, qaldı B-lə Y. Y zülalları parçalayır. Ancaq zülalları parçalayır. Karbohidrat da parçalanır, bitki yağını da parçalanırsa bu mədə vəzləridir. B bəndi də getdi. Z-də hər üçü həm zülal, həm karbohidrat, həm də bitki yağını parçalayan e, fermentlər varsa, bu da mədə-altı vəzi fermentləridir. Cavabımız Y bəndi olaraq götürüləcək. Davam edirik. 88-ci sualda, uyda PDF çox pis vəziyyətdədir bu hissədə. Bir şəkildə oxumağa çalışacağıq. Demək, həzm kanalından kənarda yerləşmiş həzm vəzlərindən hansılar yağları həzmə uğradan fermentləri ifraz edir? Demək, fermentləri ifraz edir deyirsə, birinci deyək ki, qaraciyər ferment ifraz eləmiş. Yağları parçalayan fermentlər ifraz edir mədə vəziləri və mədə-altı vəzləri. Burada mədə vəzləri yoxdur, yalnız mədə-altı vəzi göstərilibdir. Ona görə mən bunu məcburən C variantı götürürəm. Amma mədə vəzləri də süd yağlarının həzmində rol oynayır yəni. Ona görə yəni C bəndini məcbur şəkildə götürməyə məcburam burada. Başqa bir variant tapa bilmirəm. 86-cı sualda sağlam insan orqanizminin həzm sisteminin orqanları ilə onların funksiyaları arasındakı uyğunluğu müəyyən edin. Bir ağız boşluğudur, 2 qaraciyərdir, 3 səhv etmirəmsə yoğun bağırsaqdır, 4 mədədir, 5-də şəkil o qədər pis göstərilib ki, bir dəqiqə görək 5 nədir? Testin üzərində baxım. Demək, 5-də nazik bağırsaq göstərilib. 12 barmaq bağırsaq. 12 barmaq bağırsaq göstərilibdir. İndi burada nə deyir ki? Uyğunlaşdırmalıyıq da, düzdür. Deyir, qlikozanın artığı glikogen şəklində toplanır qaraciyərdə. 2-yə aid oldu X. Qida ilə qəbul olunan karbohidratların parçalanması başlayır ağız boşluğunda. 1-ə aid oldu Y. Sellozanın bakterial parçalanması baş verir yoğun bağırsaqda. 3-ə aid oldu Z. Ödün iştirakı ilə turş qida horrasının neytrallaşması başlayır nazik bağırsaqda. 5-ə aid oldu K. Heyvani yağların parçalanması, yəni süd yağlarının parçalanması başlayır. Mədədə 4-ə də aid oldu F. Demək, X-a 2, Y-ə 1, Z-ə 3, K-ya 5, F-ə 4. Yəni A bəndi. Bu tip testlərdə həmişə demək olar ki, uzun testlərdə cavabları uzundursa, doğru cavabı həmişə A bəndinə qoyurlar. Sonra səhv cavabları düzürlər. Yəni bunu nə qədər vaxtım müşahidə eləmişəm. Yəni uzun bir vaxt ki, yəni bunu mən müşahidə eləmişəm. Gəldik 87-ci sualda. Qaraciyərdə mədədə Elevin diaqramı veribdir. Zədələnməsi siroz xəstəliyinə gətirib çıxarır qaraciyərin. Qarın boşluğunda hər ikisi yerləşir. Əzələ qatında uzundan eninə köndələn sayı əzələlər var. Bu mədəyə aiddir. İfraz etdiyi maddə mədə-altı vəzin fermentlərini aktivləşdirir. Ötdür ki, bu qaraciyərə aiddir. Fermentləri, karbohidratları parçalamır mədədə. Həzm kanalının ən geniş hissəsidir. Bu da elə mədədir. Demək, X-a 1, 4, Y-ə 2, Z-ə 3, 5, 6. Yəni A bəndi olur 87-ci sualında cavaba.
88-ci suala gəlirik. Biraz ilişdirici sual oxşuyur. Baxaq. Deyir cədvəldə insanın müxtəlif cür dişlərinin bəzi xüsusiyyətləri verilmişdir. Buna əsasən hansı ifadə doğrudur? X dişinin normal ontogenez zamanı 16 yaşdan sonra çıxır. Çıxıram müsbət qoyulubdur. Demək ki, bu ağıl dişidir də. Ağıl dişidir. Y dişi deyir, öz diş növü ilə qonşu deyil. Demək ki, bu köpək dişidir. Z də deyir, həm öz diş növü ilə, həm də daimi dişlə qonşudur. Bu kəsici diş də ola bilər. Həm öz diş növü ilə. Kənarda qalan kəsici dişlər. Həm də kiçik ağzı dişi ola bilər. İndi baxaq. Deyir ki, X-ın yetkin insanda sayı 8 ədəddir. Xeyr, doğru deyil. B-də deyir ki, Y kəsici və kiçik ağzı dişi ilə qonşu olur. Köpək dişi kəsici dişlə də, kiçik ağzı dişi ilə də qonşu olur. Bu doğrudur. Bir tərəfdən kəsici, digərindən kiçik ağzı. Bu doğru bir fikirdir. C-dədir ki, C-nin yetkin insanda sayı 12 ədəddir. Nə kəsici dişi, nə də kiçik ağzı dişinin insanda sayı 12 ədəd deyil. Bu səhvdir. D-dədir ki, normal ontogenez zamanı X və Z dişləri birlikdə 8 dəfə çıxır. Yox. Z dişi 2 dəfə çıxır, ağıl dişi 1 dəfə çıxır. Yəni, böyük yazı dişi kimi götürsək də. Yəni, bu səhv bir fikirdir. Y-dədir ki, X və Y dişləri bilavasitə qonşudur. Ağıl dişi ilə köpək dişi heç vaxt qonşu olmaz. Y bəndi də burada səhvdir. 89-cu sualda. İnsan orqanı mədədir. İki bədən boşluğunda yerləşərək ona birləşən orqan qida borusudur. Yəni, A ilə B bəndi getdim. Şəkildəki orqanın şirə ifrazını gücləndirən sinirlər parasimpatik sinirlərdir. D bəndi də getdi. Şəkildəki orqanın fermentlərinin təsirindən kimyəvi parçalamaya məruz qalmayan üzvü birləşmələr karbohidratlar və yaxud da polisaxaridlərdir ki, Y bəndi də buradan getdi. Cavabımız C bəndi qaldı. 90-cı sualda X, Y və Z maddələrinin biri nişasta, biri yağ, digəri isə zülaldır. Bunları tapmalıyıq. Ağız suyunun üzərinə X və Y gəliblər, yalnız Y parçalanıb. Demək ki, bizdə Y nişastaymış. Başqa bir şey ola bilməz. Ağız suyunun təsirindən parçalanıb. Mədə şirəsindən yalnız Z parçalanıbsa, Z yağ da ola bilər, zülal da ola bilər. Mədə-altı vəzin təsirindən üzərinə öd gəliblər. X və Z də onun üzərinə gəliblər. Hər ikisi parçalanıbsa, yəni biz burada zülal da deyə bilərik, yəni yağ da deyə bilərik. Amma elə bir şey götürməliyik ki, Z həm nazik bağırsaqda, həm də mədədə parçalansın. Yəni, həm mədə-altı vəzin təsirindən, həm də mədə şirəsinin təsirindən parçalansın. Bu zülaldır, yəni. Ona görə cavabımız C bəndi olacaq, elə 90-cı sualda. Gəldik. 91-ci sualda. Yalnız nazik bağırsağa aid olanları müəyyən edin. Yalnız nazik bağırsağa aid olan. İşi sinir və humoral yolla tənzimlənir. Bu yalnız nazik bağırsağa aid deyil. Sutkada 2,5 litre şirə ifraz olunur. Bu mədəyə aiddir. Yağların həzmi gedir. Mədədə də gedir də bu onsuz da. Zülalların həzmi gedir. Mədədə gedir də bu. Kimyəvi çevrilməyə uğramış qida maddələri qana və limfaya keçir. Bu doğrudur. Axarı bu bağırsağa açılan orqan zərərli maddələri zərərsizləşdirir. Bəli, nazik bağırsağa açılan qaraciyər demək ki, zərərli maddələri zərərsizləşdirir. Bu da doğru bir fikirdir. Cavabımız 5 və 6 olaraq götürəcəyik. 92-ci sualda. İnsanın həzm kanalında fermentlərin təsirindən hansı parçalanma baş verməz? Zülallar amin turşularında parçalanır.
Yağlar glikoz amil turşusuna parçalanmaz. 2. Mürəkkəb karbohidratlar glikozaya parçalanır. Yağlar gliserin yağ turşusuna parçalanır. Zürallar glikoza və gliserinə parçalanmaz. Mürəkkəb karbohidratlar da gliserin və amil turşularına parçalanmaz. Cavabımız 2, 5, 6. 93-cü sualda insanın mədə divarlarında hansılar olar? Emnozolaqlı əzələ olmaz. Sayə əzələ olacaq. Xovlar olmaz. Daxili sekresiya vəzləri olmaz, xarici sekresiya vəzləri olar. 2 və 5 şəklində götürdük biz cavabımızı. 94-cü sualda insan üçün hansı mülahizələr doğrudur? Həzm kanalında zülallar bir-birindən kəskin fərqlənən iki mühitdə parçalanır. Doğrudur. Mədədə qələvi, turş mühitdə, nazik bağırsaqda qələvi mühitdə. Həzm kanalında üzüm maddələrinin parçalanmasında yalnız daxili sekresiya vəzləri iştirak edir. Xeyr, bu ifadə səhvdir. Üzüm maddələrinin parçalanmasında xarici sekresiya vəzləri də, qarışıq vəzləri də iştirak edir. Həzm kanalından kənarda yalnız 6 iri xarici sekresiya vəzisi var. Xeyr, 8 dənədir. 6 dənə iri ağız suyu vəzləri, qaraciyər və mədə altı vəzi. Dördüncü bir də həzm kanalında öd yağların həzmini asanlaşdırır. Bu da doğru bir fikirdir. Götürməsələr belə doğru bir fikirdir bu. Yəni cavabda götürmədilər. Müəllimlər bunu atmışdılar mənki, cavabda götürməyiblər. Yəni doğru bir fikirdir, götürülməlidir. Ee, Öd mədə-altı vəzi fermentlərini fəallaşdırır, doğrudur. Su yoğun bağırsaqdan sorulur, əsasən yoğun bağırsaqdan sorulur, amma nazik bağırsaqdan da sorula bilər. Cavabımız 1, 4, 5, 6 şəklində götürüləcək. 95-ci sualda insan üçün yoğun bağırsağa aid xüsusiyyətlər hansılar ola bilər? ADK vitaminlərinin sorulmasını asanlaşdırır, bu ödə aiddir. Bəzi bakteriyaların yaşadığı yerdir. Doğru bir fikirdir. Selluloza bakteriyalar parçalanması burada gedir. Bəli. Suyun çox hissəsi və vitaminlər buradan sorulur. Suyun çox hissəsi buradan sorulur. Vitaminlərdən də B qrupu K vitamini sorula bilər. Bağırsaqda yaşayan bakteriyalar sintez edirsən. Yağların həzmini asanlaşdırır, xeyr. Zərərli maddələri zərərsizləşdirir, xeyr. 2, 3, 4 şəklində cavabımızı götürə bilərik. 96-cı sualda insanın həzm kanalının ən uzun şöbəsindən qanı qarın boşluğunun sağ hissəsində yerləşən orqana gətirən damar. Bağırsaqdan kapilyardan çıxır, bağırsaq venası keçir qaraciyərin qapı venasına, oradan da qaraciyərə daxil olur. Biz zəhərli maddələri ən az olan qanı nəql edir. Xeyr, ən çox olan qanı nəql ediləcək. Nidam maddələri ən çox olan qan nəql edir. Bəli, bax bu doğrudur. Arterial qan daşıyır. Xeyr, vena damarıdır. Bəli, cavabımız 2-4 olmuş oldu. 97-ci sualda həzm kanalının ən geniş hissəsi, yəni mədə, zülalları kimyəvi həzminin başlandığı orqandır, doğrudur. Bitki yağlarının, karbohidratların fermentləri təsirində parçalandığı orqandır. Burada heç biri parçalanmaz. Nə bitki yağı, nə də karbohidratları parçalayan ferment yoxdur burada. Yəni ferment var da, yəni məsəl üçün bitki yağını parçalayan lipaza fermenti var da, bitki yağını o lipazla turş mühitdə parçalamır. Karbohidratlar da yəni mədə fermentlərinin təsirindən parçalanmaz. Üstəlik xovlar, xovlar vasitəsilə sorulma prosesi həyata keçirilir. Mədədə yox, nazik bağırsaqda olur bu. Qidanın fiziki və kimyəvi çevrilinə məruz qaldığı orqandır. Bəli, qarışdırılır mədə əzələləri vasitəsilə, fiziki dəyişkənlikdə mexaniki olaraq, kimyəvi çevrilmə də fermentlərin təsirində məruz qalır. Cavabımız 1-4 olaraq götürüləcək. 98-ci sualda hansı mülahizələr doğrudur? İnsanın fərdi inkişafı zamanı çıxan kiçik azı dişlərinin sayı böyük azı dişlərinin sayından çox olur. Bu doğru bir fikirdir. Kiçik azı dişləri 2 dəfə çıxır. 8 ədəd süd dişlərində, 8 ədəd daimi dişlərdə, 16 dənədir. Böyük azı dişləri 1 dəfə çıxır. 12 ədəd olur. Yəni bu nə olur? Demək, doğru bir fikirdir. Kəhçi dişlərin sayı kiçik az dişlərin sayına bərabər olur.
Yəni bu da doğru bir fikirdir. 8 dənə süd dişlərində kəskin diş var, kiçik yaz dişi var. 8 daimi dişlərdə də bunların sayı 8-8 elə. Bu da doğru bir fikirdir. Köpək dişlərinin sayı kəskin dişlərin sayına bərabər olur. Xeyr. Köpək dişlərinin sayı 4 dənə süd dişindədir, 4 dənə daimi dişdədir. 8 dənə oldu. Kəskin dişlərin sayı 8 dənə süd dişindədir, 8 dənə daimi dişdədir. Bərabər ola bilməz. Kəskin dişlərin sayı kiçik yaz dişlərinin sayından çox olur, xeyr, bərabər olur. Cavabımız 1 və 2 şəklində götürülür. 99-cu sualda hansı mülahizələr doğrudur? İnsanda fərdi inkişaf zamanı çıxan köpək dişlərinin sayı 8 dənədir. 4 dənə süd dişində, 4 dənə e, daimi dişin tərkibində. Yetkin insanın kəskin dişlərinin sayına bərabər olur. Bəli, 8 dənə yetkin insanda kəskin diş var. Böyük azı dişlərinin sayı 12 dənə, kəskin dişlərin sayından çox olur. Xeyr. Böyük azı dişlərin sayı insanın onluğunda 12 ədəd çıxır, amma kəskin dişlər 16 ədəd çıxır. 8 dənə süd dişində, 8 dənəsi daimi dişdə. Bu fikir səhvdir. Kiçik azı dişlərinin sayı kəskin dişlərin sayına bərabər olur. Bu doğrudur. 16 eləyir. Süd dişinə daimi diş bir yerdə. Köpək dişlərinin sayı yetkin insanın böyük alı dişlərinin sayına bərabər olur. Xeyr, köpək dişləri 2 dəfə çıxır. 4 süd dişində, daimi dişdə 8 elədir. Cəmi böyük az dişlərinin sayı da 12 dənədir. Yəni bu doğru deyil. Cavabımız 1 və 3 olaraq götürüləcək. 100-cü sualda şəkildən normal ontogenez keçirən bir şəxsin alt və üst sinəsindəki dişləri göstərilmişdir. Baxıram ki, burada 20 dənə diş var. Demək ki, bu uşaqdır da, süd dişlərdir bunlar. Bu insanda daimi dişlər çıxmamışdır, doğrudur. Bu insanda iki diş növü ilə qonşu olan dişlər çıxmışdır. İki diş növü ilə qonşu olan dişlər əlbəttə ki, çıxır. Yəni, ən adicə götürsün, bax, bunlar kəskin dişdir. İki dənə diş növü ilə qonşuda, kəsici ilə, köpəklə. Yəni, əlbəttə ki, çıxıb. Elə mən birini göstərdim də burada. Köpəyi də götürə bilərik, yəni buradakı köpək dişləri. Köpək dişləri burada. Bax, bunlar köpək dişləridir. Bir tərəfdən kiçik yazıyla, bir tərəfdən kəskin dişlə qonşudur. Yəni, iki diş növü ilə qonşu olan dişlərdir, çıxıbdır, doğrudur. Bu insanda ağıl dişləri çıxmışdır, xeyr. Bu insanda olan bütün dişlər ontogenezdə 2 dəfə çıxan dişlərdir, bəli. Bu insanda olan kəskin dişlərin sayı kiçik azı dişlərin sayından çoxdur. Kəskin dişlərin sayı kiçik azı dişlərin sayına bərabərdir, çox deyil. Bu insanda yalnız öz diş növü ilə qonşu olan dişlərin sayı 4 ədəddir. Yalnız öz diş növü ilə qonşu olan dişlərin sayı 4 ədəd deyil. 8 ədəddir. Bu 6-cı fikri burada səhv ediblər. Baxın, göstərim sizə. Bax, bu ortadakı 2 dənə kəskin diş. O tərəfdən, bu tərəfdən də yalnız öz diş növü ilə qonşudur. Bir də sonuncu kiçik yazı dişi. Zaten bir tərəfdən qonşusu var bunun, o biri tərəfdən qonşusu yoxdur. Sonuncudur bunlar. Bir tərəfdən də elə kiçik yazı dişi ilə, öz diş növü ilə qonşudur yalnız. Ona görə altını götürməyəcək. Cavabımız 1, 2, 4 şəklində olacaq. 1, 2, 4 şəklində olacaq. Düzdür, cavabda altını da götürüblər, amma doğru götürməyiblər. Bura yazılmalıydı. Hər iki tərəfdən öz diş növü ilə qonşu olan dişlərin sayı 4 ədəddir. Bu zaman cavabımız doğru olardı. 101-ci sualda doğru olanları müəyyən edin. Həzm sistemi 3 cür iri həzm vəzlərin axacaqları ağız boşluğuna açılır. Doğrudur. Həzm kanalından kənarda 2 iri tək həzm vəzi yerləşir. Bu da doğrudur. Qaraciyər və mədə-altı vəzi. Qarın boşluğunda yerləşən həzm vəzlərinin fermentləri yalnız yağları parçalayır. Xeyr. Mədə-altı vəzin fermentləridir.
e, qarın boşluğunda yerləşən deyir də. Yəni həzm kanalından kənarda yerləşən də demir. Mədə vəzləri var, bağırsaq vəzləri var. Bunlar təkcə yağları parçalamaz ki, səhv fikirdir. Qarın boşluğunda yerləşən həzm vəzlərinin fermentləri yalnız zülalları və yağları parçalayır. Xeyr, karbohidratda parçalaya bilir. Cavabımız 1 və 2 olaraq götürüləcək 101-ci sualda. Gələk 102-ci sualda. Öd və yoğun bağırsaq. Bağırsaq çox bakteriyanın yaşadığı mühitdir, yoğun bağırsaq. Sellulozanın bakteriya parçalanması baş verir yoğun bağırsaqda. Zərərli maddələri zərərsizləşdirir öd. Funksiyası pozulması enterikolit xəstəliyinin yaranmasına səbəb olur. E, Demək, bu nazik bağırsaqda baş verən bir prosesdir. Enterikolit nazik bağırsağın iltihabi xəstəliyidir. Əslində öddə bir pozulma baş verərsə, lipid mübadiləsi pozulacaq və enterikolit xəstəliyinə səbəb ola biləcək. Yəni ona görə biz buna ödül yaza bilərik. ADYK vitaminlərin sorulmasını asanlaşdırır. Bəli, bu da öddür. 1-ə CDY, 2-yə AB. 103-cü sualda uyğunluğu müəyyən edin. İnsanda fermentləri, zülalları, yağları, karbohidratları parçalayan orqandır. Mədə altı vəzi 1-ə aiddir. Y. Fermentləri yalnız karbohidratları parçalayan orqandır. Ağız suyu vəzləri. B. İfraz etdiyi maddə mədədən gələn turş qida horrasını neytrallaşdırır. Bu da qaraciyərin hazırladığı öddür. 3-ə də A aiddir. Belə əzlərim. Bu dəfəki test izahlarımızdan da bu qədər. Sağ olun, hələlik.